Tanıyıram, değerli dostlar. Allah'ın salamı olsun üstünüze. Təbii ki, bu insanın yaranışı haqqında çoxlu mübahisələr vardır. İndinin özündə də mübahisələr gedir. Elm bunu təsdiq etməsə də, amma insanın yaranışını 4 elementin iştirakı ilə həyata keçdiyini göstərərək və başlanğıc olaraq anaerob mühitdə fəaliyyət göstərən canlıların yaranışı ilə təsdiq edir ki, və onlardan başlanğıc götürərək və nəhayət insan son 40 min il ərzində indiki vəziyyətə gəlib çatmışdır. Amma bunlardan fərqli olaraq Quran kitabında bu tamamilə başqa bir formada göstərilir. Bu türkçə tərcümədə mütabiq bir löylə biz sizləri bir parça torpaqdan, yəni torpaq nütfə deməkdir, torpaqdan yaratdıq. Yəni burada göstərir ki, Quran insanın yaranışı torpaqdan yaranıb və yaratdıq, qeyd edir ki, biz ruhumuzu üfürdük. Belə ki, Adəm evladı da burada şərtdir, bu da göstərilir, din xadimləri qeyd edirlər. Təbii ki, hansı formada yaranıbsa, nədən yaranıbsa, yəqin ki, bu məlumdur, bunu yaradan özü bilər. Amma bu yaranış olan insan daima o yaradana tabi olmalı, yaradanın iradəsinin təsiri altında olaraq onun yaratmış olduğu bu gözəlliklərə xələl yetirməməli və daima onun daha da gözəlləşməsinə xidmət etməlidir. Və bu ayəni verməkdə yaradanın məqsədi ondan ibarətdir ki, sizə ruhumuzu üfürdük ki, bizim əlamətlərimizi qəbul edəsiz, aşkar olunan ali sirlərin nümunələrini insanlara çatdırasınız. Və eyni zamanda İmadəddin Nəsimidə də bu bölüyə uyğun olaraq dedi, haqq mənim, haqq məndədir, şeir mənəm, hikmət verəm və çox təəssüflər olsun ki, o dövrün alabəzək işəyəxli saqqallıları onu diri-diri soydular. Amma bu Nizami Gəncəvi dediyimiz Türk dünyasının Homeri və mənim ideya ziyarət qonaqlığımın daima yuxarı başında əyləşən bu şeyx bunu çox gözəl şəkildə tərənnüm edə bilmişdir. Belə ki, əvvəlcə torpaqdan yarattın məni, sonra fəzilətlə uzatdın məni. Neməti bəxş etdin, şükür dilimi aç. Səbir verdin mənə, pis günə dözüm, qoyma xoş günümdə, unudum özüm. Öz hikmətlərini göstər mənə sən, bu qəflət pərdəsin, qaldır önümdən. Həmişə qəlbimin sən ol hakimi, əvvəl verdiklərini, ya Rəbbim, sonralar alma geri. Günahım həddindən çoxdur bilirəm, xəzalət çəkməklə bunu silirəm. Bu söylədiklərimdə nə qədər ki səhvim var, üstünə qələm çək ey pərverdigar. 72 iz var yolunda müşkül, ondan 71 itkan, ancaq biri gül. İnam sovqatını çək doğru yola, qoyma yoldan çıxım sağa, ya sola. Ayağını qırıb, qovdun birini, qanat verib, sandın sən digərini. Qəlbimə, könlümə həmişə edəsən şəhadət, gözümü açanda tapım mən də səadət. Sən mənim qəlbimə lütf eylə, şəfa ver, ya Rəbbim, Peyğəmbər türbətindən mənə dəva et. Görürsünüz, Nizami Gəncəvi necə gözəl dəyərlərlə insanla Allah arasında olan o körpünün gedişini burada əks etdirə bilmişdir. Diqqətinizə görə sağ olun.